Duanın şərtlərindən biri odur ki, istəyəndə şübhən olmasın. Verər, verməz. Necə yəni verməz? Hər şey onun əlindədir. Verməmək tərəfi yoxdur, özü deyir sənə cavab verəcəyim. İstəməndən sənə cavab verəcəyim. Bəlkə də istədiyin şey verməyəcək. Ondan yaxşısını verəcək. Axı biz bilmirik bizə nə lazımdır. O hikmət sahibidir. Və bir də dedim, o israrla istəmək var ha. İsrarla istəməyin təsirində bir ərk var. Ərk. Elə bil ki, o qədər Allahla münacat edirsən, danışırsan. Bizlərdə bir yaxçı çıxmır o söz. Və bir də özünü yaxın hiss edirsən biraz. Ümumiyyətlə, hələtdə istiğfar var ha. Məsələn, Qədir gecəsində deyir ki, məsəl üçün 70 dəfə deyirsən, əstəğfirullah, Rabbi və ətub ileyh. Sonra 70 dəfə deyirsən, əstəğfirullah və ətub ileyh. Artıq Rəbbi demirsən ha, onu aradan götürsən birbaşa. 70 dəfə ki, bu cür deyəndən sonra, növbəti 70 dəfədə o Rəbbi sözünü götürürsən. Artıq girmisən içəri, o pərdənin biri qalxıb.